Salam əziz şagirdlər, bugün biz frazeoloji birləşmələr mövzusunu öyrənəcəyik. Frazeoloji birləşmələr nədir? Dilimizdə iki cür birləşmə var. Sərbəst söz birləşməsi və sabit söz birləşməsi. Sərbəst söz birləşməsi nə deməkdir? Yəni burada məsələn çalışqan şagird, necə şagird, çalışqan şagird. Bu söz birləşməsi sərbəst söz birləşməsidir. Çünki biz bu sözləri başqa sözlərlə əvəz edə bilərik. Məsələn, çalışqan şagird, çalışqanın yerinə mən belə bir bacarıqlı şagird, tənbəl şagird və s. çalışqan sözünü başqa bir sözlə əvəz edə bildim. Və yaxud şagird sözünü başqa bir sözlə əvəz edə bilirəm. Yəni, hər bir sözün özünün ayrı leksik mənası var. Və bu cür birləşmələr sərbəst söz birləşmələri adlanır. Sabit söz birləşməsi nədir? Sabit söz birləşməsi adı üstündə. Söz birləşməsi ayrı-ayrı leksik mənanı ifadə etmir. Bu sözlər birlikdə bir leksik mənanı ifadə edəcək. Məsələn, ağzına su almaq. Ağzına su almaq əlbəttə ki, məcazi mənada işlənmiş bir söz birləşməsidir, frazeoloji birləşmədir. Burada bu sözlərin ayrı-ayrılıqda leksik mənası yoxdur. Bu sözlər, bu söz birləşməsi ümumilikdə bir leksik mənanı ifadə edəcək. Məsələn, ağzına su almaq, yəni susmaq. Susmaq. Danışmamaq. Bu mənanı ifadə edir. Sabit söz birləşməsində biz sözləri başqa sözlərlə əvəz edə bilmərik. Məsələn, ağzına su almaq, götürüm ağzına sözün dəyişim. Məsələn, əlinə su almaq, olmur. Və yaxud su yerinə başqa, ağzına duz almaq. Yəni, bu sözlərin heç birini biz başqa sözlərlə dəyişə bilmərik, əvəz edə bilmərik. Bu sözlər hazır şəkildə verilmiş deməli bir söz birləşməsini ifadə edir. Yəni məcazi mənada işlənir. Susmaq kimi ağzına su almaq, yəni susmaq mənasını ifadə edir. Bu cür birləşmələr sabit söz birləşməsi və yaxud frazeoloji birləşmələr adlanır. Frazeoloji birləşmələrin özünün xüsusiyyətləri var. Hansı xüsusiyyətləri var? Dedik ki, frazeoloji birləşmələrdə o söz birləşmələrində olan sözlərin heç birinin ayrı-ayrılıqda leksik mənası yoxdur. Onlar birlikdə bir leksik mənalı sözü ifadə edir. Daha sonra frazeoloji birləşmələr sintaktik baxımdan parçalanmır. Cümlənin sadə üzvü olur. Tərəflər arasında heç bir sintaktik əlaqə olmur. Yəni biz yuxarı sinifə keçdikcə bu nə deməkdir? Yəni sintaktika bölməsini keçəndə artıq bu fikir sizin üçün tam aydın olacaq ki, yəni frazeoloji birləşmələr sintaktik baxımdan parçalanmır. Nə deməkdir? Yəni ayrı-ayrılıqda cümlə üzvləri olmur. Onlar bir cümlə üzvü olur və o cümlə üzvü də sadə götürülür. Və tərəflər arasında heç bir sintaktik əlaqə olmur. Feili xəbər olur. Əsasən cümlədə feili xəbər olur. Frazeoloji birləşmələr dəyişməz olur. Hazır şəkildə mövcuddur. Yəni bu birləşmələr hazır şəkildə mövcuddur. Məsələn, nə deyək buna aid? Məsələn, deyirik ki, xoşu gəlmək və yaxud üz ağartmaq, dil-dil ötmək və yaxud can vermək, üz vermək. Bax, bunların hər biri frazeoloji birləşmələrdir və bu birləşmələr hazır şəkildə mövcuddur. Frazeoloji birləşmələrin amonimliyi, antonimliyi, sinonimliyi var və bunlar özü də frazeoloji birləşmə ilə ifadə olunacaq. Məsələn, belə bir frazeoloji birləşməyə baxaq. Deyirəm ki, ürəyi yanmaq. Ürəyi yanmaq. Əlbəttə ki, bu bir məcazi mənanı ifadə edən söz birləşməsidir. Ürəyi yanmaq. Yəni, bunun indi biz amonimliyinə baxaq.
Ürəyi yanmaq nə deməkdir? Ürəyim yanır, su istəyirəm. Baxın, ürəyim yanır. Su içirəm və yaxud içirəm, istəyirəm. Su içirəm. Bu bir məna. Anamın ona ürəyi yandı. Anamın ona ürəyi yandı. Demək, ürəyi yanmaq söz birləşməsi, frazeoloji birləşmədir və bu frazeoloji birləşmənin omonimliyi var. Ürəyim yanır, su içirəm, bir mənanı ifadə etdi. Anamın ona ürəyi yandı, yəni anamın ona yazığı gəldi. Bu mənanı ifadə etdi. Başqa bir frazeoloji birləşmənin amonimliyinə baxaq. Məsələn, can vermək. Can vermək. Deyirəm ki, yağış bitkilərə can verdi. Bir də deyirəm ki, düşmən əskəri səngərdə can verdi. Demək, burada can verdi sözü frazeoloji birləşmədir. Frazeoloji birləşmənin amonimliyi, antonimliyi, sinonimliyi var ki, bunlar da frazeoloji birləşmə ilə ifadə olunmalıdır. Yağış bitkilərə can verdi. Nə deməkdir? Yəni, yağış yağdı, bitkilər sulandı, daha da böyüdü, daha da canlandı. Düşmən əskəri can verdi dedikdə, yəni həyatını itirdi. Artıq bunlar deməli, frazeoloji birləşmənin amonimliyini təşkil edir. Amonim nə idi? Yazılışı, deyilişi eyni, mənaları fərqli olan sözlərə amonimlər deyirdik. Və yaxud söz vermək. Söz vermək. Deyirəm ki, çıxış üçün direktora söz verildi. Verildi. Bir də deyirəm ki, söz verdim, gərək bunu yerinə yetirəm. Söz verdim, gərək yerinə yetirəm. Demək, frazeoloji birləşmə, söz vermək. Frazeoloji birləşmənin sinonimliyi də frazeoloji birləşmə olmalıdır. Çıxış üçün direktora söz verildi. Yəni, direktor çıxış üçün söz aldı. Və yaxud söz verdim, gərək yerinə yetirəm. Burada da hər hansı bir deməli fikir ifadə etmişəm ki, bu iş edəcəm və onu demişəmsə, o sözü vermişəmsə, gərək mən onu yerinə yetirim. Bu da oldu frazeoloji birləşmənin amonimliyi. Və sinonimliyi, antonimliyi də var. Deyirik ki, sinonimliyə aid ağzına su almaq, ağzını qıfıllamaq. Ağzını su almaq nə deməkdir? Yəni susmaq, sakit durmaq. Ağzını qıfıllamaq frazeoloji birləşmənin sinonimliyidir. Dil ötmək və yaxud dilotu yemək. Deməli, sinonimliyə aid də yazaq. Deməli, dil ötmək. Dilotu yemək. Yəni, çox danışmaq.
bu mənanı ifadə edir. Dil otu yemək, çox danışmaq, dil ötmək, çox danışmaq, dil qəfəsə qoymamaq, bu da çox danışmaq mənasını ifadə edir. Antonimliyinə aid də misal deyək. Məsələn, deyirəm ki, xoşu gəlmək, xoşu gəlmək. Xoşu gəlmək, əksi nədir? Acığı gəlmək. Acığı gəlmək. Və yaxud dil ötmək, ağzına su almaq. Dil ötmək nə deməkdir? Çox danışmaq. Ağzına su almaq, yəni susmaq. Bu da frazeoloji birləşmənin antonimliyidir. Demək, bizim bugünkü dərsimizdə öyrəndiyimiz nə oldu? Frazeoloji birləşmələr. Frazeoloji birləşmələr hansı birləşmələrə deyilir? O birləşmələrə deyilir ki, buradakı söz birləşmələri birlikdə bir leksik mənanı ifadə edəcək. Sərbəst söz birləşməsində isə hər bir söz ayrı-ayrılıqda leksik məna ifadə edəcək. Və frazeoloji birləşmə sadə cümlə üzvü kimi götürülür və burada bu sözlər parçalanmır. Birlikdə bir cümlə üzvü kimi götürülür və bu da əsasən deməli, feili xəbər olur frazeoloji birləşmələr. Əlavə olaraq, məsələn, kömək etmək, əl etmək, adam olmaq, oxuya bilmək və s. bu kimi birləşmələr frazeoloji birləşmə sayılmır. Ona görə ki, bunlar tərkibi mürəkkəb feil hesab olunur. Biz feilləri keçdikdə bu haqda geniş məlumat verəcəm. Yəni, bu haqda geniş danışacaq. Daha sonra, deməli, leksika bölməsində deməli, biz daha nələri bilməliyik? Leksika bölməsində frazeoloji birləşmələrdən danışdıq. Ümmüşlək və ümmüşlək olmayan sözlərə baxaq. Ümmüşlək sözlər hansılardır? Hamı tərəfindən başa düşülən sözlər ümmüşlək sözlərdir. Hamı tərəfindən başa düşülməyən sözlər isə ümmüşlək olmayan sözlərdir. Bu sözlərə, məsələn, dialekt sözlər deyilir. Məsələn, hamı tərəfindən başa düşülməyən, ümmüşlək olmayan sözlər terminlərdir, dialekt sözlərdir, neologizmlərdir, tarixizmlərdir, yəni köhnəlmiş sözlərdir. Köhnəlmiş sözlər özü iki yerə bölünür. Arxaizmlər, tarixizmlər. Daha sonra vulqarizmlər, varvarizmlər var ki, bunları biz üslubiyyat bölməsində geniş izah edəcəyik. Bugünkü dərsimiz bu qədər, əziz şagirdlər. Növbəti dərslərdə görüşənədək. Sağ olun.